ən yaxşısını seçmək. İmkan dairəsində biz hər hansı bir seçim etdikdə, bax bu yanaşma ilə işə yanaşırıq. Yəni hər şeyin ən yaxşısını seçməyə çalışırıq. Söhbət özəlliklə Azərbaycanlıların özünə məxsus bir xüsusiyyətindən gedir. Amma söhbət sağlamlığımızdan gedirsə hesab edirəm ki, burada özəlliklə bu qayda özünü doğrultmaqdadır. Yəni ən yaxşısını seçmək, bugün bu yanaşmanı zeytun yağına edəcəyik və zeytunun ümumiyyətlə bilmədiyimiz hansı tərəfləri var, zeytun haqqında nələri bilmək vacibdir və zeytunun özəlliklə faydası haqda istərdik ki, qida bölümümüzdə daha ətraflı danışaq. Təşəkkür edirəm Sevda. Şükür ki, bu məsələdə bizim seçimimiz çoxdur. Əslində söhbət təkcə sağlamlıq məsələsindən getmir. Eyni zamanda bu bir ləzzət məsələsidir. Zeytun yağı tarixdə bilinən ən köhnə yağlardan birisidir, yəni ən qədim yağlardan birisidir. Bilindiyi kimi 39 min il əvvəl tarixinə gedib çıxa bilən ilk zeytun yağı fosilini Santorin adasına tapıblar. Amma 5-6 min il əvvəldən zeytun yağının çox önəmli bir ticarət vasitəsi olduğunu və bunun ticarətdə hətta pul yerinə dəyişmə vasitəsi olaraq istifadə olunduğunu biz tarixdən görməkdəyik. Digər maraqlı bir fakt isə əslində zeytun yağının vacibliyini bir daha vurğulayır. Bizim hamımız bildiyimiz kimi İngiliz dilində yağ oil deməkdir. Eyni zamanda neft də oil deməkdir. Bu oil sözü köhnə İngilizcədəki oliv sözündən, yəni zeytun sözündən gəlməkdədir. Yəni zeytun yağı o qədər vacib bir yağdır ki, hətta bütün yağları izah etmək üçün bu addan istifadə olunub. Zeytun yağının istifadəsi də çox genişdir. Zeytun bitkisini özünü baxdığımız zaman zeytun bitkisi əvvəlcə yetişdirilməsi biraz çətin olsa da, amma sonraki dövrlərdə ətraf şəraitdə çox yaxşı formalaşan və uzun ömürlü bitkidir. Hətta mifologiyada onu ölümsüzlük ağacı da deyirlər. Elmdə 300-400 il yaşayan ağaçlar bildirilmişdir, amma bəzi yerlərdə hətta yaşı mini ötmüş ağaçların da olduğunu iddia eləyirlər. Əlbəttə ki, zeytun ağacı bizim yaşadığımız iqlimdə, yəni Abşeron iqlimində çox gözəl yetişə bilir. Çünki zeytun ağacının yetişməsi üçün əsasən isti hava, yəni çox isti deyil, əsasən isti, temperaturun qışda axşamlar belə 10-15 dərəcənin altına düşmədiyi yerlərdə daha yaxşı yetişir və daha yaxşı bar verir. Bəs onun yığılma prosesi necə baş verir? Yəni əllə yığılır, yoxsa çırpılaraq? Yəni bu barədə nə deyə bilərsiniz? Əslində zeytunun necə yığıldığı çox vacib bir məsələdir. Zeytunun yığılması əsasən əllə və ya çırpılma və ya silkələnmə nəticəsində olur. Digər yığılma metodları da var. Bunları xüsusi dırmıqlarla keçirərək. Əlbəttə çox keyfiyyətli, ekstra keyfiyyətli zeytun yağı əldə etmək üçün əllə yığılmış zeytun daha çox tərcih olunur. Bir də yerə düşmüş zeytunlardan bunun alınır. Amma əllə yığılma prosesi siz də yəqin ki, xəbəriniz var ki, kifayət qədər çətin bir prosesdir və çox zəhmət tələb edən bir prosesdir. Amma buna baxmayaraq zeytun yağının istehsalı yer kürəsində çox böyük masştablara gedib çatmışdır. Ümumiyyətlə zeytun yağının istehsal tempinə görə baxsaq, bütün dünyanın zeytun yağının təqribən 41,2%-ni İspaniya verir. Amma orada bütün zeytun yağının 30%-ni isə özü tükədir. Təsadüfi deyil ki, biz mətbəximizdə, yəni qida bölümümüzdə məhz İspaniyada istehsal olunan, Kataloniyada istehsal olunan bölgə zeytun yağlarından danışırıq. Dünyanın ən böyük zeytun yağı istehsalçısıdır. Amma dünyadakı ən çox zeytun yağı istehlak eləyən, yəni zeytun yağını istifadə edən ölkə isə Yunanistandır. Azərbaycan adı əlbəttə ki, bu siyahıda hələ də yoxdur, amma inanıram ki, biz də zeytun yağına olan marağımızı artıracağıq. Azərbaycan dediniz, doktor, yəni biz əslində daha çox digər bitki yağlarına üstünlük veririk. Yəni günə baxan yağı, qarğıdalı yağı, onlar arasındakı fərqi deyə bilərsiniz. Hələ yaxşı ki, indi bitki yağlarına doğru keçmişik. Əvvəllər hər şey kərə yağında pişirirdik. Bu əslində özü bir böyük bir addımdır mənim zənnimcə. Əlbəttə ki, zeytun yağının digər bitki yağlarından fərqi var. Zeytun yağının tərkibinə biz nəzər yetirdiyimiz zaman zeytun yağı əlbəttə ki, təmiz yağdır. Yəni, onun 100 qramında 100 qram yağ mövcuddur. Məsələn, kərə yağında elə deyil, 100 qramında təqribən 96 qramı yağdır. Digəri sadəcə çöküntü, tortu və ya digər mineral maddələrdir. Zeytun yağının tərkibinə baxdığımız zaman bunların yağın qiymətliliyini göstərən onun tərkibindəki yağ turşularının miqdarı, onların növü və eyni zamanda ümumi turşuluqdur. Yağ turşularına baxdığımız zaman burada biz doymamış yağlar,
və ya doymuş yağlar, tək zəncirli doymuş yağlar və ya çox zəncirli doymuş yağlar şəklində bunların tərkibindəki maddələri ayırırıq. İzah edə bilərsinizmi o zəncirli nəyi nəzərdə tutursunuz bunu deməklə? Əslində bu çox böyük bir biokimyəvi bir məsələdir, amma adları yadda saxlamaq daha yaxşı olar. Nə cəhətdən söyləyirəm? Çünki insan bədəni özü də bu yağlardan tələb edir və bu yağların doymuşluğu, tək zəncirli doymuşluğu, çox zəncirli doymuşluğunu ayırmaq əslində çox çətindir. Amma mən sizə çox sadə bir nümunə vermək istəyirəm. Biz hamımız hər zaman xolesteroldan danışırıq. Xolesterol, 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 hər zaman ateroskleroz, infarkt, insult. Hər kəs bu sözləri bilir. Hətta uşaqlar belə infarkt nə olduğunu bilirlər. Yəni 3 yaşındakı uşaq belə, çünki bu çox vacibdir. Zeytun yağı insan bədənində onsuz da normalda getməsi lazım gərəkən yağ metabolizması sırasında bizim zərərli olaraq gördüyümüz LDL xolesterolu, yəni pis xolesterolun yerinə keçir. Orqanizm zeytun yağındakı olan tək zəncirli doymuş yağları daha rahat istifadə etdiyi üçün LDL yerinə o LDL-yi daha çox yandırmağa və digər enerji proseslərinə yığmaq üçün istifadə etmir. Məhv edir. Bəli, məhv edir və onların bədəndən digər formalara çıxması səbəb olur. Zeytun yağının digər yağlardan, istəyər qaradalı yağından da, istəyər günəbaxan yağından da tək fərqi odur ki, onun daxilindəki 100 qram yağın içərisində 73 qram tək zəncirli doğmuş yağ vardır. Bu, digər heç bir yağda hətta bunun yarısına qədər yaxınlaşa bilmirlər. Zeytun yağının unikallığı bundadır. Zeytun yağının tərkibində əlbəttə vitaminlər var, A vitamini var, E vitamini var. Zeytun yağının qiymətli qılan əslində bu vitaminlər də deyil. Zeytun yağı öz daxilində tək zəncirli doymuş yağları ən yüksək, yəni 73% səviyyəsində saxlaya bilirlər. Digər heç bir yağ, dediyim qədər, bunun yarısına qədər yaxınlaşacaq rəqəmlərə malik deyil. Zeytun yağının əlbəttə müxtəlif növləri vardır. Bu, zeytun yağının istehsal prosesinə nəzər yetirdiyimiz zaman, əlbəttə ki, zeytun yağının istehsal prosesi çox sadə bir prosesdir və 6-7 min ildir burada heç bir dəyişiklik baş verir. Zeytun yağı əsasən zeytunun meyvələrinin əzilməsindən meydana gəlmiş zeytun pastasının sıxılması ilə, yəni preslənməsi ilə əldə olunandır. Düzdür, son vaxtlarda mərkəzdən qaçma qüvvəsini istifadə edərək də yağ almaq mümkündür, amma bugün hələ də ən çox istifadə olunan metodların başında preslənmə gəlir. Zeytun yağı presləndiyi, yəni zeytun pastası presləndiyi zaman ortaya təmiz yağ və zeytun pastasından geri qalan posa olur. Düzdür, o posadan da daha sonra yağ almaq mümkündür, amma bu digər keyfiyyətdədir. İlk süzülən zeytun yağı, bu bütün dünyada virgin oil və ya extra virgin oil, bax burada biz bunu görməkdəyik. Burada da üzərinə yazıb, hər zaman alanda bunun üzərinə diqqət etməyə lazımdır. Bu, təmiz, heç bir kimyəvi işləmdən keçməmiş zeytun yağını göstərir. Amma təmiz zeytun yağının dadı bəzən insanlar üçün xoş gəlməyə bilər. Onun tərkibindəki müəyyən yağ turşularını çıxardıb, onun dadını dəyişmək üçün isə bu zaman zeytun yağının müəyyən kimyəvi təsirə məruz buraxaraq onu daha da təmizləyirlər. Buna təmizlənmiş zeytun yağı, rafinə zeytun yağı və ya sadəcə zeytun yağı söylənilir. Onun dadı bir çox insanların damaq dadına uyğundur. Və istifadə qaydaları dəyişir müəyyən dərəcədə, deyilmi? Əslində, istifadə qaydalarından çox bir fərq yoxdur. Bunlar ikisi də mətbəxtcə çox rahatlıqla istifadə oluna bilər. Sadəcə olaraq tam saf zeytun yağını, yəni virgin zeytun yağı digərindən biraz daha bahalıdır. Saxlanması biraz daha çətin ola bilər. Gördüyünüz kimi burada da işıq keçirməyən xüsusi şüşə qabda saxlanmaqdadır. Və bu biraz damaq tadından və siz yağın keyfiyyətindən nə qədər gözlədiyinizə bağlıdır. Çünki siz saxlamaqdan danışdınız, əslində onun saxlamaq müddəti də çox vacib bir məqamdır. Bəli, ən vacib məqamlardan nə qədər, onu deyə bilərsinizmi müddətini? Əslində zeytun yağı əlbəttə adı minilləri keçsə də özü minillərə keçə bilmir. Zeytun yağı ilk 5 ay içərisində yeni sayılır və öz tərkibindəki qiymətli maddələri ilk 5 ay ərzində saxladığına inanılır. Bir ili keçmiş zeytun yağının artıq mətbəxtdə istifadəsi, xüsusilə salatların üzərinə vurulması üçün heç məsləhət görülmür. O zeytun yağından ancaq qızartmalarda və ya digər kosmetik işlər üçün istifadə etmək mümkündür. Saç və dəri qulluğu. Bəli. Bir də zeytun yağının bir xüsusiyyəti onun soyudulduğu zaman dibində tortu verməsidir.
Biz əslində burada tortu almışdıq, amma çəkilişlər sırasında bu tortu İşıqların təsiri altında. Bəli, əridi. Onu demək istəyirəm ki, bəli, zeytun yağı soyudulduğu zaman öz dibinə tortu verər. Bu onun keyfiyyət göstəricisidir və isidildiyi zaman da tortu buradakı kimi tam çəkilməli və şəffaf yağ əldə etmək lazımdır. Arif doktor, siz nələr əlavə edə bilərsiniz zeytun yağının möcüzəsi və möcüzəvi tərəfləri haqqında? Maşallah, həkim o qədər geniş və qəşəng danışır zeytun haqqında. Amma ki, mən əlavə olaraq deyə bilərdim ki, həqiqətən zeytun yağın tərkibində olan mikro-makro elementlər, bir də vitaminlər, vitamin A, B, C, D, Y, P, K sayı hesabı yoxdur. Bir də ki, mikro-makro elementlərlə çox zəngindir. Kalium, kalsiyum, ftor, dəmir, xlor. Amma ki, o xlordan deyil. Yəni ki, təmiz xlordur, hansı ki, şlakları xaric edir. Bundan başqa qeyd eləmək istəyirdim ki, qədim Misirlər və qədim Yunanlılar zeytun yağını dərman kimi hələ eramızdan 2500 il əvvəl dərman kimi istifadə edirdilər. Həm qida kimi, həm dərman kimi. Həqiqətən zeytun yağı çox yüksək qidalı, ətirli, yüksək kaloriyalıq yağdır. Həm də ki, Fransiyanın dietoloqlar müəyyən etdilər və həmişə deyirlər ki, zeytun yağı bizim ömrümüzü uzadılır, həmişə cavan saxlayır və hətta bütün xəstəliklərdən bizi qoruyur. Hamı da babətindən nədə istifadə edirsiniz? Bəli, fürsətdən istifadə eləmək istəyirəm. Demək istəyirəm ki, bir neçə dənə resept sizə demək istəyirdim. Xahiş edirəm, qeyd edin. Xroniki qəbizlik zamanı bir xörək qaşığı zeytun yağı, ekstra virgin oil, yüksək keyfiyyətli bir xörək qaşığı, bir stəkan bulaq suyu ilə qarışdırıb, üstünə 20 damcı limon sıxmaqla içmək lazımdır. Səhər tezdən ac qarnına, ancaq səhər tezdən ac qarnına qeyd edin onu. Ondan sonra 15-20 dəqiqə uzanmaq lazımdır və demək olar ki, çox böyük effekt verir. Qarın boşluğu demək olar ki, açılır və xəstə bunu qəbul edən adam çox özünü gümrah hiss edir. Bundan başqa revmatizm zamanı, revmatoid artrit zamanı, poliartrit zamanı çox geniş istifadə olunur. 2 xörək qaşığı olive oil, bu zeytun, bu birinci növü. Deməli, 2 xörək qaşığı dəfnə yarpağı üyüdülmüş. Bir yerdə hamısını qarışdırmaq, bir balaca qızdırmaq, masaj kimi istifadə etmək olar. Çox qəşəng kömək edir, ağrıları aradan götürülür. Bir də sidik hissəsinin iltihabı zamanı və infeksiya zamanı çox yaxşı kömək edir. Deməli, bir çay qaşığı extra virgin oil, bir çay qaşığı, bir çay qaşığı sarımsaq şirəsi, onu bir yerdə bir stəkan bulaq suyu ilə qarışdırıb, gündə 3 dəfə qəbul etmək olar. Mən sizə çox təşəkkürümü bildirirəm bu ətraflı və faydalı məlumatlara görə və ümumiyyətlə, bax, bu bütün xüsusiyyətləri özündə cəmləşdirən Borges zeytun yağları haqqında bir daha tamaşaçılarımıza söyləmək istəyirəm. Əslində, Borges zeytun yağlarının sadəcə, belə deyək də, qablaşdırılmasına baxmaqla, onların rəngini görməklə, onların keyfiyyətini həqiqətən seçmək mümkündür və təbii ki, əsas onun təsiri, yəni bir çox xəstəliklərdə bugün rubrikamızda sadalanan bir çox problemlər zamanı, eyni zamanda ürək-damar xəstəliklərinin, xüsusən də infarkt və insultun profilaktikası üçün çox təbii bir vasitə hesab olunur. Borges zeytun yağının tərkibində xolesterin yoxdur, o qanda olan xolesterinin miqdarını aşağı salmağa kömək edir. Həmçinin həzm sistemi biraz öncə Arif doktorun dediyi kimi yəni yaxşılaşdırır, çox xeyirlidir və mədə, bağırsaq, mədə altı vəzi və qaraciyərin fəaliyyətini yaxşılaşdırır Borges zeytun yağları.
bu rafinə olunmuş ekstra zeytun yağından da sizə danışım. Bu növdən ən çox mayonezlərin, sousların, ət, balıq və tərəvəz xörəklərinin hazırlanması və kökələrin qızardılması zamanı istifadə olunması məsləhət görülür. Yeri gəlmişkən daha bir vacib, orqanizmə çox yəni müsbət təsir edən digər bir məhsuldan danışmaq istəyirəm. Düzdür, söhbət süd məhsullarından gedir. Verilişimizin sponsoru Olden Burger Fermerski xamasından sizə söhbət açım, hörmətli dinləyicilər. Yeri gəlmişkən yeməkdən başqa müəyyən yeməklərin, salatların hazırlanmasında təbii ki, bu xamalardan istifadə edə bilərsiniz. Hətta məsələn ət məhsullarının bildiğim qədər məsələn toyuğu qızardarkən onun üzərinə yəni xama yaxmaq da özü bir effekt verən məqamlardadır. Ələxüsus söhbət Alman keyfiyyətli xamalardan gedirsə. Tamamilə konservatsız, ekoloji təmiz xamadan gedir söhbət. 24% yağlılığa malik olan bax bu xamalar orqanizm tərəfindən çox asan mənimsənilir. Bütün bunları əyani şəkildə yoxlamaq üçünsə mən hal-hazırda Olden Burger Fermer xamasını dadmağa gedirəm və sizə də vaxt itirmədən bunu etməyi tövsiyə edirəm. Mən kiçiyini götürüm, 2 ölçüdə, yəni 200 qramlıq və eyni zamanda yarım kiloqramlıq qablaşdırmada siz fermer xamasını, Olden Burger xamasını tada bilərsiniz. Çox sağ olun. Bağışlayın, mən birinci yiyəcəm ondan. Həqiqətən çox ləzzətlidir. Bizim evdə ancaq bu xamadan istifadə olunur.